Salam, hər vaxtınız xeyir olsun. Əziz dostlar, əziz millətim. Mən demək, dünən bir video paylaşdım. Kənd qızlarının Bakıya axını ilə bağlı, kəndlərdən şəhər rayon mərkəzlərinə axınla bağlı. Və orada müxtəlif insanlar gördüm ki, məndən müxtəlif şeyləri irad tuturlar. Çoxları da bizim o videonu axıracan dinləmədən başlayıblar rəy verməyə orada. Məsələn, orada biri yazır ki, kənddə yaşayış yoxdur, kənddə dolanışıq yoxdur, cəmaat neynəsin ki? Axı, mən o videoda dedim, orada mən vurğuladım ki, şəhərdə də yoxdur axı. Sən şəhərdə gəlib sürünürsən, ay bala, ay insan. Amma kənddə sürünsün də öz içində qalır, öz aronda qalır o məsələ. Burada nə var ki, bir mağıl gəlib şəhərdə, kafedə qavyon işləyir, kətdə nə varacaq? Ged elə ondansa öl də. Sən bu göy vəziyyəti elə dramatik şəklə salırsınız ki, belə çıxır ki, kətdə insanlar məhv olub, tələf olurlar. Kətdə nə qədər insanlar yaşamırlar indi. Sadəcə olaraq arozda bəzi olanlar var, göy belə ağıllı çıxmışsınız, qaçıb gəlirsiniz şəhərə. Yaşamaq olmur axı. Biri də yazır ki, nə deməksin, siz yaxşı yaşayasınız, biz pis kətçilər. Nə zamandan olub bu yaxşı pis? Şəhərdə yaxşı yaşanılır ki, hamı bir-bir üstünə çıxır. Çörək tapılmır yemək. Mağazində növbəyə durur, qiymətlər kəllə çarxa çatıb. Niyə görə? Çünki siz rayon kənd cəmatı şəhərə gəlirsiniz, qiymətlər də qalxıb, ev də qalxıb. Bütün şeylər hamısının qiyməti qalxır və yaşayış da heç niyə dönür. İnsanların üzü gülmür, kefi açılmır. Bir-birinin üstünə çıxıb insanlar ona görə. Necə yəni kətdə yaşayış yoxdur? Kətdə sənin anon, aton necə yaşayıb? Nənin, babon necə yaşayıb? Qəribə insanlarsın. Adam başına dövlət torpaq pay verdi kənd cəmatına. Şəhər cəmatına heç 3 qəpili heç nə vermir. Amma kənd cəmatına dövlət pay torpaqları verdi. Adam başına 1 hektar, adam elə oldu ki, adam başına düşdü hektar yarım. Ailədə 5 nəfər adam var idisə, 7 hektar yarım, 8 hektar torpaq payları olurdu. Düzdür, var idi. Hamısını satdınız, qaçdınız, gəldiniz Bakıya. Yer əsib, qoz tökülüb. Niyə satdınız ki, pay torpaqlarınızı niyə satdınız? Bax, hər özün 1 hektar ən azından pay torpağı var idi, dolanardınız. Əkərdiniz, biçərdiniz, yaşayardınız, zaman 10 sotla, 20 sotla dolanır, yaşayır. Hamısını satdınız, indi gəlib deyirsiniz ki, əşib, gəliblər, bizdən əlimizdən alıblar torpaqları. Kim alıb torpağı? Yalvara satmışsınız. Deyək ki, Bakıdan bir nəfər gəlib, alıb torpaqlarınızı. 10 nəfər, 15 nəfər kəndlinin pay torpaqlarınızı satmışsınız, o alıb, indi o əkir. Kəndlərdə göllər, kollektorlər, hamısı Bakıdan gələnlər, Sumqayıtdan gələnlər, digər ayına gələn iş adamları da hamısını pulunuzu vermişsiniz, satmışsınız onlara, qaçmışsınız şəhərə. İndi geriyə dönüş yoxdur. Geriyə dönüm nə verəcəksiniz ki? O burada kolxozun torpaqları verir, hamıya pay torpaqlar. O burada kolxozun torpaqlarını bir nəfər Bakıdan bir iş adamı gəlib alıb, əkir, tökür. Siz orada nə verəcəksiniz ki? Qaçıb gəlmişsiniz, geriyə dönüş yoxdur. Məcbur olsun ki, qavyon işləyin burada. Nə bilim, neyini? Bunun da sonu yoxdur. Bunun da sonu yoxdur. Bu nə vaxta kimi belə olacaq ki? İndi yazır ki, biri oradan, siz qız uşaqlarını oxumağının əleyhinəsiniz. Gör, bilirsən, siz köhnə fikirli adam insansınız. Gör, bu nə qədər bədbəxt adamdır ki, mən buna deyirəm ki, qız uşaqları da onlar gələcəyin anasıdır. Onlar kiminsə ailəsi olacaq, onlar kiminsə gəlini olacaq, onlar kiminsə anası olacaq. Bunlara bunu öyrədir. Siz onlara başqa şey öyrədirsiniz. Onlara öyrədirsiniz ki,
Get tez də bu kitab oxu, 100-dən 150 baldan yığ, qaç ged Bakıya. Gəlirlər də Bakıya, gedin baxın İraq yaxşılarla nə oyunlardan çıxırlar. Millətin genofonu pozulub. Pozmuşsunuz genofonu, kişi, qadın, bilinmir, hamısı qarşı bir-birinə. Qızınızı saxlayın evinizdə, qız evlatlarınıza sahib çıxın. Bu vəziyyətə gətirib elə yerə qoymuşsunuz ki, buradan hər birinizə sual verirəm. Hamınızın evində qızınız da var, oğlunuz da. Buradan sual verirəm oğul atalarına. Qız var evə gəlin getməyə. Deyəsən, yox. Hamı qız axtarır, gəlin getməyə qız yoxdur. Niyə yoxdur? Sən özün eləmsən də. Sən qızıma deyirsən ki, oxu gedəm. Məcbur eləyirsən, Bakıya qaç ged instituta ged. Qonşunda elə eləyir. O da sənin kimi və bir-birinizə qız tapıb ailə qurmağa qız yoxdur. Qızlar var, nətər? Gedəsən kafeyə, bir şampan içəsən, durub bir partiya bilyard oynayasan, eləncə qızlar var. Day götürəsən, İraq yaxşılardan deyirəm ha. Götürəsən evə, eşvə, bu mənə gəlim olacaq, bu ailə olacaq, elə qız yoxdur. Buradan yenə də deyirəm, baxın görün. Hamınız qız axtarırsınız, düzdür? Hamınız bir-birinizə deyirsiniz ki, qohumunda zadına bir qız yoxdur, nə bilim dostunda bir qız yoxdur. Düzdür. Elə bir-birinizin evində var da, niyə oradan buradan soraqlaşırsınız ki? Elə hamı da sizin kimidir də. Hamı sizin kimidir də, qardaş, bıraxın yeri ged Bakıya. Ged Bakıya, 5 il. Yalandan orada bir gic-gic institutlar var, nə var. O oxuyor, ondan sonra ged yine al marketdə, oba marketdə, saçıcı işdə, 35-40 yaşına qədər Allah bilə olacağında nə olarsan, ondan sonra küçələrdə qal. Vəssalam. Bu qız uşaqları ailə qurdurmaq lazımdır. Atasız, atasız. Aparıb oxudurursun, sonra gəlirsiniz ki, buna iş tapım, o maaşını alım əlinə. Sən nətər atasan, sabah yıxılıb öləcəksən, o uşaq qalacaq ortada. Tüpürüm onun üstünə da, onun gic-gic aldığınız o diplomlara da. Uşaq ortada qalacaq, ortada yıxılıb öləsən sabah. Bunlar emeşi olmalıdır. Bir də yazır ki, ali təhsilli qızları istəyir də cəmaət. Kim istəyir? Hansı ali təhsil? Hansı ali təhsil? Azərbaycanın sərkərdə qadının adına sual verəndə kim olub? Tomris əvəzinə Xurşudbanu Natəvan deyən ali təhsilli. Biz bilmirik hansı ali təhsili keçilir. Dünən dedim bunu. Azərbaycan sərkərdə qadını kim olub? Tomris olub da. Bu deyir ki, Xurşudbanu Natəvan. Oxuduğu institut budur da. Azərbaycan ilk xalq şairi kim olub? Deyir Dədə Qorqud. Dünən bunu dedim mən. Bunun savadı kimə lazımdır ki onun? Nə qayracaq? Allah belə savadlıdır, professordur. Nə qayracaq? O neyə niyəcək? Yox, Azad müəllim bir də yazır orada. Elə əsl qız uşaqlarına lazımdır oxumaq. Gör bunlar hansı ağılda, hansı təvəkküldədir. Yalanlardır. Qızını evindən çıxardıb küçələr atmaq istəyən valideynlərin bir nömrəli bəhanəsi odur. Mən qızımı ərə verəcəm, əri avara düşüb öləcəm, sonra uşaqlarla qalacaq yetim, əlində sənədi olsun ki, gedib işə girsin. Bu bəhanədir. Özə hamısına bir dənə budur bəhanə. Siz gedin qız uşaqlarınızı qadınlığı öyrədin də. Bu qız uşağı dünyaya nəyə gəlir ki? Bu axmaq şeyləri mənə suallar verirsiniz. Özünüzü müdafiə etməklə ki, bilmirsiniz necə özünüzü müdafiə eləyəsiniz ki, bu qız uşaqların oxutmalıyıq da, əsas elə qız uşağı oxumalıdır da, əsas nə bilim nə qaymalıdır da. Yoxsa hamı getdim Bakıya, hamı. Geçsin o institutda oxusun, diplom alsın, geçsin al marketdə satıcı işləməyə. Və yaxşı bu ana kim olacaq? Bu ana olan olacaq vapşi, bu nəsil artacaq. Oğlan uşaqları tökülüb qalıblar ya. Baxın da mənə qulaq asanlar burada. Hansızın evində oğlan uşaq var. Qalıb, qız tapa bilirsiniz. Haqqın ədalətli danışmaq lazımdır. Düz söz kimisə yandırır. Cəhənnəmə yandırsın. Cəhənnəmə yandırsın. Biz olmasa
bu sözləri deməsə bu cəmiyyət hara gedir ki belə? Hara gedir bu cəmiyyət? Biz gərək bu sözləri deyək ki, kimlərsə başına nəsə girsin də. İnstitut, institut, institut. Bu nədir bu? Bu nə? Axmaqdır. Bir tərəfindən baxanda bəziləri də düz eləyir. Mən buradan dövlət rəhbərlərimizə müraciət edirəm yenə də. Buna nəzarət eləmək lazımdır. İdarələrə uşaqlar işə gedir süpürgəsi düzəlməyə. İnstitut diplomu tələb edir idarə rəhbəri. Bu nə diplom bazarıdır? Bu nə diplom biznesidir? Uşaqlar var gedib, gənc uşaqdır, gedib ictimai əlaqələr üzrə bir ştat var da, deyək ki, bir idarədə. Gedib uşaqlara, uşaqdan deyir, get, ali təhsilin yoxdur, sən götürənləri. Ay şərəfsiz, ay ləyaqətsiz bu sözləri ortaya atanlar, bu işləri atanlar. Bu ictimai əlaqələr üzrə universitet var. Hə? Bu gedib diplom oxuyub gətirmər. Neyinizən o diplomu? Bu uşağın savadı, təhsili, hər şeyi. Bu nə diplom biznesidir? Nizami Gəncəvi Politexniki qutarmışdı. Məhəmməd Füzuli qutarmışdı. İnşaatlar Universitetini. Bu nə hərəkətdir? Bu nə deməkdir? Bu nə ağıldır? Bu nə diplom biznesidir? Diplom biznesinə son qoymaq lazımdır. Diplom biznesi əhalinin axırına çıxıb. Ən böyük problemləri hal-hazırda kimsə, yəqin ki, kölgədə qalıb bu, mən bu məsələni araşdırdım. Əhalinin şəhər mərkəzlərə axışıb gəlməyinin də səbəbi diplom alveridir. Uşaqların işsiz, gücsüz qalmağı da diplom alveridir. Mədəniyyətin, elmin, iqtisadiyyatın inkişafının qarşısını alıb bu diplom alveri. Uşaqdır, baxırsan, savadlı, bu işin sənətkarı, bilən hər şey gözəl şəkildə gəlir ki, get diplom gətir. Bunun diplomu yoxdur, hansısa bir qoyunun biri gedib yalandan fırlanıb orada gətirib, o var. Götürüb onu işə götürür, ondan sonra peşmançılıq olur da, iş bacarmır axı. İş bilənlər qaldı bu tərəfdə. Bu diplom bazarın çevirənlərə nəzarət olunmalıdır. Ümumiyyətlə bu diplom bazarına nəzarət olunmalıdır. İnstitut bazarına nəzarət olunmalıdır. İşlərdə, vəzifələrdə işləyən adamlar savadlı insanlar olmalıdır. Diplomlu yox, savadlı. Savadı olmayan adamın diplomuna tüpürsünlər. Savadlı insanları qabağa çəkmək lazımdır. Diplomlu insanları yox. Biz başa düşürük. Ona görə diplomları qabağa çəkirsiniz ki, savadı olmayanları. Diplom bazarı var axı. Təhsil alveri gedir axı ölkədə. Ona görə təhsil alverinə son qoymalıdır, diplom alverinə son qoymalıdır idarə və təşkilatlarda. Ondan sonra bunun axının da qarşısı alınacaq. Çünki bizim millət elə başa düşür ki, əgərləri bunun qızı, bunun oğlu gedib institutda qutarırsa, demək bu çox gözəl mədəni insandır, bu çox belə birinci sort insandır, mahamı, hörmətlə yanaşacaq. Xeyr. Xeyr. Gedin, baxın, görün, küçələrdəkilər. Bir dənə diplomsuz adam tapmaq olmur. Hamı diplomu var. Narkomanın da, ondan sonra kartof satanın da, divara çıxanın da, ağacdan düşənin də hamının diplomu var. Ona görə ki, elə suallar qoyublar universitetlərdə keçid balına, elə suallar qoyublar ki, mən nənəmi qəbirdən çıxarım da qaparım, o da keçiddə qəbul olacaq ora. Mən dünən dedim, bütün bunlara son qoymaq lazımdır ki, əhalinin vəziyyəti düzələcək, xeyli düzələcək bu diplom təhsil alveri ilə bağlı məsələlərə son qoymalıdır. İdarə və təşkilatlara, nazirliklərə xüsusi göstərişlər verilməlidir. Diplom bazarına son versinlər. Savadlı, bilikli insanlar qabağa çəkilməlidir. Diplomlar deyil. Çox sağ olun, gecəniz xeyrə qalsın. Tanrı Azərbaycanı qorusun, Tanrı millətimizi qorusun.